Space TV yayımı 3 saatlıq yox, 30 saatlıq dayanmalıdır. Maraqlıdır. Ümumiyyətlə TV-lərin fəaliyyəti nədən ibarətdir bilmirik. Özünüz də görürük də, hamı görür, hamı izləyir, hamı münasibət bildirir, hamı çağırış edir, hamı hayqırır. Belə olmaz, belə danışmaq olmaz, bu ifadələri işlətmək olmaz, bu ifadələri işlətmək olmaz. Mənə bəlkə gündə 100 dəfə zəng vururlar hardan. Sara Səfra qeyri-etik ifadələr işlətməyin. Amma bir aparıcı çıxıb efirdə deyir ki, mən kiçik hədiyyələr götürmürəm kişilərdən, böyük hədiyyələr götürürəm, qəbul edirəm. Heç kim bununla bağlı, bu ifadə ilə bağlı heç nə demir. Amma durub Sara Səfra siz nə bilim arxaya pop deyirsiniz, olmaz, bu etik normalardan kənar çıxır. Bəli, sabiq deputat Etibar Əliyev teleaparıcı Amil Xəlilin qalmaqal yaradan açıqlamasına çox sərt reaksiya verib və deyib ki, Amil Xəlilin sözlərinə görə Space TV-nin yayımı 3 saatlıq yox, 30 saatlıq dayandırılmalı idi. Bu, kəmsavas jurnalistin bəli, danışdıqları arada qarşıma çıxır deyir. Psixi durumunda problem var. Bizim sabiq deputatımız Etibar Əliyev deyib Amil Xəlil üçün. Mən də təbii ki, münasibətləri bildirmişəm. Qızım filan universitetə nə bilim qoy, harda oxusun falan təklifləri olub da. Yəni regionlardan, rayonlardan Bakıya axın var, gəlməsinlər, rayonlarda oxusunlar. Amil Xəlil çox ağıllı çıxıb, ağıllı bir məsləhət verib. Əzizim Amil Xəlil, bu bizim millət vəkilimiz çox maraqlı açıqlamalar edib ki, qızlar oxumağa daha çox meyillidir. Qızlarımız daha çox ayaq üstə durmağa meyillidir. Meyilli yox, edirlər bunu. Qızlarımız, qadınlarımız daha çox lider olmağa çalışırlar. Təbii ki, ağıllı, dünya görüşü, kamil qadınlarımız var. Onlar təbii ki, ayaqda durmağı bacarmalıdırlar və bacarırlar. Biz onlara baxırıq, qürur duyuruq. Dünyanın hər yerində də bizi gözəl təmsil edirlər. O üzdən ıraqlardan danışmırıq, yaxşı qadınlarımızdan danışırıq. Bu nə məsləhətdir? Bu qeyri-zəkalılıqdır. Qızlar rayonlardan Bakıya gəlməsin, elə orada qalsınlar. Sən niyə gəlmirsən Bakıya? Sual verirəm sənə. Neynəmsən? Elə açıqlamalar edərəm. Elə açıqlamalar edərəm, Amil Xəlil sənlə bağlı. Elə açıqlamalar edərəm. Neynim? Susuram. Lazım deyil bu məsləhəti özünə saxla. Sara Səfradan abla tövsiyəsi Amil Xəlilə. Sus. Sus, sus.